Hələ pərdələr açılmamış, səhnə işıqları yanmamışdı. Tamaşadan əvvəlki bu son məşqdə artistlər bədənləri ilə yanaşı ruhlarını da hazırlayırdılar. Çünki Heydər Əliyev sarayının səhnəsində eşq və ölümün mübarizəsi yaşanacaqdı. Bu tamaşa ilk dəfə 20 il bundan qabaq səhnəyə gəlib və bunun baletmeysteri Vəkil Usmanov idi. İndi ikinci versiyası onun tamaşasının bu versiya 2015-ci ildə tamam olub. Sizinlə birlikdə bu tarixi saray səhnəsində həmin quruluşu bərabər seyr edəcəyik. Şərqin əfsanəvi ahəngi ilə Qərbin dramatik təbiətini birləşdirən Balet Günləri layihəsinin növbəti tamaşası təqdim olundu. Açılış nitqində xalq artisti Polad Bülbüloğlu qeyd etdi ki, müəllifi olduğu Eşq və Ölüm baletinin dahi bəstəkarların əsərləri ilə eyni səhnədə təqdim olunması bu sənət məktəbinin hələ də yaşadığının sübutudur. Mən çox şadam, xoşbaxtım ki, böyük müəllimim Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikivin bizim bu tamaşamızdan öncə məşqlərimizdə iştirak elədi, əvvəldən sona qədər öz dəyərli məsləhətlərini verdi, fikirlərini bildirdi. İki dənə kolos, iki dənə sütunun ətrafında, ortasında, mərkəzində durmaq və rəqabəti tab gətirmək o qədər asan deyil. Bir kolos Fikrət Əmirovun 1001 gecəsidir. O biri kolos sütun isə dahi Qara Qarayevin, Polad müəllimin müəllimi Qara Qarayevin 7 gözəl baletidir. Biri faniliyin, digəri isə əbədiyyətin simvolu, eşq və ölüm. Əsrlər boyu insanın ən böyük sınağı, sənətin isə ən dərin ilham mənbəyi olan bu iki qüvvə, Akademik Opera və Balet Teatrının kollektivinin ifasında yeni bir bədii həyat qazandı. Kitabi Dədə Qorqud dastanının motivləri əsasında hazırlanmış baletdə ölüm qələbə çalmaq üçün deyil, eşqin əbədiliyini və nə qədər qüdrətli olduğunu göstərmək üçün səhnəyə çıxdı. Arzu Yusif, Kamran İsayev, Elvin Cəfərov, Xavər Zayirova, Mədəniyyət xəbərləri.